Salam dəyərli müştərilərimiz. Bu günləri sizə Binəqədi qəsəbəsində 2 otaqlı bir maşın həyətinə girən belə bir 2 otaqlı evimizi sizə təqdim edirəm. Evimizin həyətidir bura. Gördüyünüz kimi evin 2 pəncərəsi bura baxır. Yataqla zalın pəncərəsi həyətinə baxır. Reşotkaları da var. Yerdən bir 5 daş kürsülüdür. Kombi sistemi quraşdırılıb. Kombinin aparatı burada quraşdırılıb. Evimiz yerdən kürsülüdür. Zirzəmisi də var. Evə daxil olaq, evlə içi ilə tanış olaq. Bura evimizin dəhlizidir. Fikir verirsiniz, bütün otaqların qapıları hamısı açılır evin dəhlizinə. Bu girişdən solda belə bir yataqdır. Sadəcə burada yataqla belə deyim də zalın yerini dəyişiblər. Amma yəni siz evi alsanız, belə deyim də bunların yerini dəyişə bilərsiniz. Nəyə görə? Ölçü baxımından yəni bu otaq o biri otaqdan kiçikdir. Kombin radiatoru quraşdırılıb bu yataqda. Sonra burada belə bir sanitar qovşağıdır. Suşluqa da qoyulub. Kafir metlaqlıdır. Bura mətbəxtidir. Genişdir. Stol qoymaq olar bura. Yəni burada oturub çörəkdə yemək olar mətbəxtdə. Bu hissədə isə belə bir otaqdır. Buranı əslində zal kimi nəzərdə tutulub. Sadəcə bunları belə sərf edib, bu qaydada da belə deyim də yerləşdiriblər. 2 otaqlı evdir. Fundamentdə 2 otaqlı evdir. 2 daş evdir. Ev səliqəli evdir. Dayanacağı hardasa belə deyim sizə 100 metr məsafəsi olar. Qazı, su, işığı, kanalizasiyası çəkilib, daimidir, yaşayış olub bu evdə. Kim bu evlə maraqlanırsa, kim bu evi bəyənirsə, almaq istəyirsə, maraqlanırsa bizimlə əlaqə saxlaya bilər. Sağ olun, salamat qalın.